Onlayn qaydada Microsoft OneNote sənədinə daxil olmaq üçün Microsoft 365 alətləri panelindən müvafiq olaraq OneNote sənədinə klikləyirik. Daha sonra açılmış pəncərədə biz daha öncə yaratdığımız sənədlərlə tanış ola, eyni zamanda yeni bir OneNote qeyd dəftərçəsi yarada bilərik. Bunun üçün üzərinə klik edirik. Yaradacağımız sənədin adını qeyd edirik və yaratdıqdan sonra isə yarat əmrini klikləməklə həmin sənədi aktivləşdirə bilərik. OneNote sənəddə müvafiq bölmələr əlavə edə, həmin bölmələrə müvafiq olaraq səhifələri daxil edə bilərik. Həmin səhifələr bizim əlavə edəcəyimiz resursların saxlanması üçün bir baza rolunu oynayacaqdır. Eyni qaydada mətnləri biz həmçinin daxil edən zaman hər hansısa bir yerdən kopyalaraq əlavə edə bilərik. Bunun üçün Ctrl V əmrini klikləməklə mətni sənədə daxil edə bilərik, yaxud manual olaraq yazmaq da mümkündür. Eyni qaydada mətn daxil etdikdən sonra digər əlavə funksiyalara baxa bilərik ki, bu dinləmə mətnləri zamanı şagirdlərin işlərini asanlaşdıra bilər və əlavə et əmrini klikləməklə biz burada müvafiq adi fayllar əlavə edə bilərik ki, bu da şagirdlər həmin səsli faylı dinlədikdən sonra tapşırıqların cavab verilməsinə səbəb ola bilər. Belə ki, audio faylı kliklədikdən sonra biz müvafiq olaraq öz səsimizi buraya yaza bilərik. Yazılmış sənəd burada ekranda görünməkdədir və ya əlavə et funksiyasından yenə də biz hər hansısa bir faylı da bura əlavə etməyimiz mümkündür. Belə ki, fayl şəklində biz kompüterimizin iş masasından hər hansısa bir səsli faylımız varsa, həmin səsli faylı bura əlavə etməklə şagirdlərimiz üçün dinləyib anlama mətnini yaratmış ola bilərik. Hazır yüklənmiş fayllar isə bu şəkildə görünəcəkdir. Üzərinə klikləməklə həmin mətn şagirdlər tərəfindən dinləniləcək və daha sonra isə bizim verəcəyimiz, təqdim edəcəyimiz tapşırıqlar isə eyni qaydada cavablandırmaları mümkündür.